Hər kəsə salam. Atoma aid hesablamalardan belə bir sualın izahına baxaq. Bizə elementlər verib x və y. Və qeyd olunub ki, onlarda protonlarının cəmi 28, fərqi isə 12-dir. Biz buradan əvəz etmək yoluyla tutaq ki, a bərabərdir 28 minus b. A-nın bu qiymətini gətirib yerinə yazsaq, 28 minus b. Minus b bərabərdir 12, 2b bərabərdir 16, b də bərabər olur 8. Onda burada yerinə yazsaq, a da bərabər olacaq 28 çıx 8, yəni 20. Demək, biz müəyyən elədik ki, x-in sıra nömrəsi a, yəni 20-yə bərabərdir, y-in isə sıra nömrəsi b, yəni 8-ə bərabərdir. İndi hansı ifadələr doğrudur? X metaldır. Biz bunu konfigurasiyasında yazsaq 4s2 olur. Sonu s ilə bitirsək, bilirik ki, metaldır. Amma bir dənə istisna 1s1 və 1s2 olanlar qeyri-metaldır. Çünki biri helyum, 1s1 olan hidrogen, 1s2 olan da helyumdur. Yerdə qalan s ilə bitənlər olur metal. Ona görə birinci ifadə doğrudur. İkinci, y metaldır. Y üçün yazsaq 2s2, 2p 4 şəklində yazırıq. Sonu p ilə bitənlərsə, yəni bu p elementidirsə qeyri-metaldır. Amma bir dənə alüminiumda ehtiyatlı olaraq ki, 3s2, 3p1 ilə, yəni p ilə bitmiş olsa da alüminium metaldır. Yəni oksigen, burada yəni sıra nömrəsi 8 olan elementimiz oksigendir və olur qeyri-metal. Ona görə y yanlışdır. Üçüncü, y qeyri-metaldır. Doğrudur. Dördüncü, x və y əsas yarımqrup elementlərdir. Əgər sonu s və p ilə bitirsə əsas, d və f ilə bitirsə əlavədir. Sonu s ilə bitib əsasdır x, sonu p ilə bitib y də əsasdır. Ona görə dördüncü doğrudur. X əsas, y əlavə yarımqrup elementidir, artıq bu yanlışdır. Ona görə cavabımız olacaq 1, 3 və 4.